Deməli, gözəl xanımlarımız, bu da saçımın son halı. Mən deyim ki, mənim heç vaxt saçımın rəngi, bax bu rəng olmayıb. Hər zaman istəmişəm ki, belə ağ olsun, gözəl olsun, amma heç vaxt olmayıbdır. Saçımda nə belə deyim də, açıq deyim, nə qırmızı var, nə korичневый var. Çox soyuq tonlardan istifadə elədi Rəsul. Əllərim var olsun. Həmişə gözəl. Tez bir zamanda da çox sağ ol. Yığdı qaynağımız. Yəni başımda da az qaynaq yoxdur deyim biləsiniz. Neçə yüz qramdır, amma o qədər belə cəld işləyir, çox gözəl iş görür. Saçımın rəngini yandırmadan bax bir rəng elədi belə. Çox sağ ol. Əllərim var olsun. Bir də deyim ki, əsas odur ki, çox sağ ol mənim əzizim. Neçə saat əziyyət çəkmisən. Bir də xanımlarımıza deyim ki, çox vaxt qaynaq yığılanda qoyun göstərim. Buradan bilinir sizin qaynaqlarınız. Amma Rəsul elə yığıb ki, bir dənə də olsun bilinmir. Yəni saçınızı sərbəst olaraq yığa bilərsiniz. Gözəl də kraskalardan istifadə edin.